Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə birlikdə təşkilat fənni üzrə KSG 2 suallarını birlikdə işləyək. Birinci sual nədir? Profil nə deməkdir? Qarşıdan görünüş, yandan görünüş, yuxarıdan görünüş və aşağıdan görünüş. Profil yandan görünüşdür. Cavab B variantı olacaq. Qarşıdan görünüş amfans adlanır. İkinci sual. Əsas rənglər hansılarıdır? Narıncı, çəhrayı və sarı. B variantı qırmızı, sarı və göy. Cavab B variantı olacaq. C. Narıncı, sarı və yaşıl. Yaşıl qarşı rəng olduğu üçün əsas rəng sayılmır. Həmçinin D variantında da. Üçüncü sual. Vəcihə Səmədovanın əsəridir. Nöqtələrin yerini tamamlayın. Axşam, dağlarda, toya hazırlıq və mənzərə. Vəcihə Səmədovanın əsəri toya hazırlıqdır. Axşam əsəri Malı Rəhmanzadəyə aiddir. Dağlarda Qafar Seyfullayev, mənzərə isə Bağır Maratlanındır. Gəldik dördüncü suala. Hər hansı bir əşyanın dəyişməz əsas rəngidir. Cümləni tamamlayın. A. Kolorit, B. Təzad, C. Kontrast, D. Lokal. Lokal dəyişməz əsas rəngdir. Kolorit rəng uyğunluğudur. Təzad ziddiyyət əks deməkdir. Kontrast isə kəskin, fərqlənən rənglərə deyilirdi. Beşinci sual. Məntiqi ardıcılığı tamamlayın. Kitab miniatürü, gilalı miniatür və təbii ki, portret miniatür. Altıncı sual. Hansı əsər Sadiq bəy Əfşarın əsəri sayılırdı? Göy göl Vəcihə Səmədovanın əsəridir. Əmir Sadiq bəy Əfşarın əsəridir. İntizar və Kür sahilində isə Vəcihə Səmədovanın əsəri sayılırdı. Yeddinci sual. Freska sözünün mənası nədir? Gözəl, təravətli, təbii və qədim. Freska sözü İtalyan sözü olmuşdur və mənası təravətli deməkdir. 8-ci sual. Bənövşəyi rəngin mənası nədir? Həssas mənəviyyat, bitki təbii, sərin, geniş, sağlam, enerjili. Bənövşəyi rəngin mənası həssas mənəviyyat deməkdir. Sərin, geniş, göy rəngin mənasıdır. Bitki təbii, yaşıl rəngin mənasıdır. Sağlam və enerjili isə narıncı rəngin mənası sayılırdı. 9-cu sual. Quaş və akvarel ilə çəkilmiş miniatür növü hansıdır? A. Portret, B. Cilalı, C. Kitab, D. Natürmort. Quaş və akvarel ilə çəkilmiş miniatür növü portretdir. A variantı. 10-cu sual. Sadiq Əfşar hansı ustadın yanında rəngkarlıq sənətinə yiyələnmişdir? A. Vəcihə Səmədova, B. Rasim Babayev, C. Müzəffər Əli, D. Kamil Əliyev. Sadiq bəy Əfşar miniatür ustadı Müzəffər Əlinin yanında 8 il ərzində rəngkarlıq sənətinin sirlərini yiyələnmiş və bir çox heyranedici portretləri yaratmışdır. Cavab olacaq C. Müzəffər Əli. İlk kitab illüstrasiyası harada yaranmışdır? Çin, Yaponiya, Qədim Misir və Almaniya. Deyilənə görə ilk kitab illüstrasiyası Qədim Misirdə yaranmışdır. 12-ci sual. Kolorit nədir? Ziddiyyət, əks, rəng uyğunluğu, bir rəngin müxtəlifliyi. Kolorit sözünün mənası rəng uyğunluğu deməkdir. Təzad sözünün mənası ziddiyyət, əks deməkdir. Bir rəngin müxtəlifliyi isə çalar adlanır. 13-cü sual. Məntiqi ardıcılığı tamamla. Ağ, qara. Bu variantlardan hansı nöqtələrin yerinə uyğun gəlir? Ağ, qara və boz. Bu hər üç rəng axromatik rənglər adlanır. Ona görə də nöqtələrin yerinə ən uyğun gələn bozdur. 14-cü sual. Sadiq bəy Əfşarın əsərlərini qeyd edin. Gəlin sayaq, açıq sualdır. İmamqulu xan, Teymur xan Türkmən, Əmir, Səyahətdən Dərviş Sadiq bəy Əfşarın əsərləri hesab olunur. 15-ci sual. Əsərin adını qeyd edin. A. Toya hazırlıq, C. Payız nemətləri, B. Sahədə, D. Azərbaycan qadınları. Şəkildəki əsər Vəcihə Səmədovanın əsəridir və əsərin adı Toya hazırlıq. 16-cı sual isə Güldan rəsmini çəkin. 6-cı sinif KSG 2 variant A. Suallarını birlikdə işlədik. Digər videolardan xəbərdar olmaq üçün abunə olmağı unutmayın.